Sumqayıtda 9 may Qələbə günü münasibətilə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündəki meydanda ümumşəhər tədbiri keçirilib. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Respublikamıza rəhbərliyə qayıtdıqdan sonra o zaman unudulmaqda olan 9 may Qələbə gününün yenidən dövlət bayramları sırasına daxil edildi. Və bu gündə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 2-ci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülüb. 70-ci diviziyada 124-cü polkda orada yaralanıb gəlmişəm. Bir də qayıtmışam Novorosiyskaya, Malazemliyada olmuşam. İkinci dəfə orada yaralanmışam. 1942-ci ilin oktyabr ayında getmişəm müharibəyə. Şimali Qafqazda yaralanmışam, sağalmışam, təzdən bir də getmişəm. Qeyd edək ki, təşkil olunan tədbirdə şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə müəssisə rəhbərləri, Böyük Vətən müharibəsi iştirakçıları və şəhər ictimaiyyəti iştirak etdi. Öncə 2-ci Dünya müharibəsində həlak olan döyüşçülərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə həsr olunmuş abidənin önünə gül dəstələri düzüb, ruhuna öz ehtiramlarını bildirdilər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Şəhər rəhbəri Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüşdü, onları faşizm üzərində qələbənin 72-ci il dönümü münasibəti ilə təbrik etdi və ən xoş arzularını çatdırdı. Çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq öz xatirələrindən söz açdılar. Onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Sonra Qələbə günü münasibəti ilə keçirilən paradda Milli Ordunun ən saylı hərbi hissəsinin əskərləri, Şahin hərbi idman oyununda təmsil olunan şəhər məktəblərinin şagirdləri hərbi orkestrin müşayiəti ilə yürüş etdilər. Yürüş Sumqayıtın minlərlə sakini tərəfindən böyük maraqla qarşılandı. Qeyd edək ki, 1939-cu ilin sentyabrın 1-də faşist Almaniyası ildırım sürətli Barbarossa planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan 2-ci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-sində isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSR-yə hücum edib. Müharibə 1945-ci ilin mayın 9-da Berlindəki Reichstag binası üzərindən faşizm bayrağının endirilməsi və SSR-nin bayrağının sancılması ilə başa çatıb. Bu müharibədə Azərbaycanın 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib. 130-a yaxın Azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adına layiq görülüb. 30 nəfər şərəf ordeni, 170 min soydaşımız SSR-nin müxtəlif orden və medalları ilə təltif edilib. 2 dəfə Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, İziya Bünyadov, Gəray Əsədov, Hüseyin Bala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacı Baba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb. İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox 23,5 milyon ton neft istehsal olunub və bu SSR-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Qeyd edək ki, tədbirin sonunda xatirə şəkli çəkdirildi. Gülü Əli Quliyeva, Elbrus İsmailov, Dünya TV.